Hörmətli izləyicilərim, hər vaxtınız xeyir olsun, xoş gördük hər birinizi. Əziz dostlar, Şuvalanda Arzu restoranına tam yaxın bir ərazidə belə bir şəxsi tikili, 8 sotda, sənəti paket kupça və dənizə 0 kilometr məsafədə, yəni piyada 1 dəqiqəlik, 2 dəqiqəlik məsafədir. Tam dənizə yaxın, özü üçün bax belə bir gözəl, sırf dənizə yaxın ev istəyənlər yaxın əyləşsin və videonu axıra qədər izləsin. Evimiz ümumiyyətcə 2 dənə qonaq otağı və 5 otaqlı və ümumiyyətcə 7 dənə sanuzel var. Düşünün ki, otaqdan çox sanuzel. Həyətində də maşallah olsun, yenə də əlavə olaraq sanuzeli var. Burada görürsünüz ki, belə bir kotelni, baseyindən çıxandan sonra duş almaq üçün yerimiz. Evin hər tərəfinə keçidimiz var. 4 bir yanından kamera ilə təchiz olunub. Siqnalizasiyası, damafonu hər biri qaydasında. Bu otağı göstərə bilmirəm, üzrlü sayın. Müəyyən əşyalar olduğu ilə bağlıdır qapısı. 8 sotda əziz izləyəcək. Qiyməti isə həqiqətən çox aşağı, dəyərindən daha doğrusu 680 min manatla satışa çıxarıldı. Təbii ki, real alıcılar da ev sahibi tərəfindən real qiymət endirimi olunacaq. Burada görürsünüz ki, mavizə otağıdır. Yəni çox möhtəşəmdir və əziz dostlar, evdə nə görürsünüzsə bütün əşyaları qalacaq. Baxın, manqalnisi, burada kamera otağı və kombi otağıdır. Görürsünüz ki, bunun üçün sırf belə bir otaq ayırıblar. Ev 4 bir yandan qorunur, təhlükəsizliklə ilə bağlı və siqnalizasiyası var. Dekorativ meyvə ağacları. Nə bilməyim, maşallah olsun da, yəni tam dolu bir ev. Görürsünüz. Baseni 10-15-ədir. Evin 4 bir yandan çıxışı da var. Baxın. Və ümumiyyətcə görürsünüz ki, hər tərəfi balkon daxil, eyvan. Raşotqalıdır. Qiymət isə əziz dostlar 680 min manat. Ünvan isə Şuvalan Arzu restoranına tam yaxın bir ərazi. Və əziz dostlar, indi daxil olarkən evi də görəcəksiniz ki, evdə də nə görürsünüzsə bütün əşyalar qalacaq. Yəni heç nə çıxarılmır. Ev yiyəsi xaricə köçlə bağlı çox təzyiqli olaraq satılır. Bax, buranı da görsədim, təbii ki, çıxandan olsa qeyd edəcəkdim. Təmiz mərmərdir. Daxil olarkən belə bir geniş qonaq otağı, burada da qlavna sanuzel və hər biri tam dolu. Yəni elə bir sanuzel və yaxud da otaq ola bilməz ki, orada əşyası olmasın. Həm evimiz istipoldur, həm də ki, radiator sistemidir. Yəni istəsəz radiatordan istifadə edə bilərsiniz, istəsəz tiyopnopoldur, yəni istipoldur. Bu bir yataq otağı. Evimizin ümumiyyətcə kvadratı 500 kvadratdır. Yəni bunu da vurulum ki, maşallah həqiqətən evdə otaqdan çox sanuzel var. Hətta yəni otaqda belə, indi digər otaqlarda keçəndə görəcəksiniz. Görürsünüz ki, tam şəkildə dolu və hazırdır. Təkrar vurğulayıram ki, əziz dostlar, evdə heç bir əşya götürülmür. Yəni nə görürsünüzsə hər biri qalacaq. Bu digər yataq otağımız. Və ümumiyyətcə evimiz təkrar vurğulayıram ki, 7 otaqdan ibarətdir. 5 yataq otağı, 2 dənə isə böyük qonaq otağı. Bütün nə görürsünüzsə, bax, yenidən vurğulayıram ki, hər biri qalacaq. Bu əşyalar olsun, elektronikası olsun. Tam 13 dənə, 14 dənə səhv etmirəmsə kondisioner var. Bu isə digər mətbəximiz, görürsünüz ki, genişliyi, xaldenkinə qədər, yəni soyuducusuna qədər hər biri qalır. Evimizdəki maşallah olsun, tam dolu və oturuşmuş evdir. Yəni, çox gözəl. Baxmayaraq ki, məlum məsələdir, yəni dənizə yaxın bir ərazi olduğu üçün nəmişlik falan, amma çox keyfiyyətli ikincisi ilə bağlı görürsünüz ki, heç nə də evin daxilində. Nəsə tökülmə, nə bilim, nəmişlik falan heç nə yoxdur. Çünki tam olaraq dənizə yaxın bir məsafə olduğu üçün keyfiyyətinə üstün dərəcədə önəm veriblər. Təkrar vurğulayıram ki, mərmərdir. Yəni kermogranit zad deyil. Bu isə ikinci mərtəbənin qonaq otağı. Həqiqətən görürsünüz necə geniş, möhkəm. Maşallah olsun, indi əsas nüanslar buradadır ki, demək olar ki, hər otaqda bir dənə sanuzel. Qonaq otağında belə 2 dənə sanuzel var. Biri üzbəüz, göstərəcəm, bu dekorasiya da çox gözəldir. Qiymət əziz dostlar 680 min manat. Təbii ki, real alıcıda təkrar vurğulayıram ki, ev sahibi tərəfindən real və ürəyi istəyəndən də artıq qiymət endirmə olunacaq. Hamısı da otaqların böyük. Buraya təngə nəfəs oldum. Gördüyünüz baxın bu qaldırov. Burada da bir sanuzel.
Yəni heç bir otağa meşatçılığı yoxdur. Təbii ki, tikintisinin altının betonu olsun, kəməri olsun, ikinci mərtəbə ilə birinin arası monolit olsun. Hər biri tam şəkildə qaydasındadır. Yəni bunları heç vurğulamağa belə ehtiyac yoxdur. Görürsünüz, bax, ən çox bəyəndiyim yer. Dənizlə nə məsafəsi, baxın, bu da cam balkondur, təbii ki, açılır. Görsənir. Görürsünüz də, yəni tam dənizə yaxın bir məsafə. İkinci mərtəbədən də olaraq həyəti də göstərirəm. Və əziz dostlar, bir nüansı da sizin üçün vurğulayım ki, bunun üst hissəsi də monolitdir. Yəni istəsəz 3 mərtəbəni də belə qaldıra bilərsiniz. Bir yataq otağı. Görün, burada var mı sanuzel? Nə yaxşı, burada sanuzel olmadı. Yəni maşallah olsun, hər otaqda demək olar ki, sanuzelimiz var. Evimiz görürsünüz əziz dostlar, tam dənizə yaxın, təşkil edirəm ki, Şuvalan Arzu restoranına yaxın bir ərazidə, dənizə isə məsafəsi cəmi 0 km. Yəni bir neçə dəqiqəlik məsafədir. Qiymət 680 min manat, tam təmirli və gördüyünüz bütün əşyalar qalacaq. Heç nə çıxarılmır. Qiyməti isə 680, ev sahibi tərəfindən də real qiymət endirimi olunacaq. Gününüz uğurlu keçsin, siz də evinizi, torpağınızı satmaq istəyirsinizsə, səhifədə qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. Gününüz uğurlu keçsin.